Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Bugün sizlərlə həndəsə optika bölməsinə aid olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. İzaha keçməzdən öncə qeyd etmək istəyirəm ki, bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olub videoları bəyənməyi unutmayın. Başlayaq suallarımızın izahına. Birinci sualda deyilir ki, proyeksiya aparatının obyektivinin optik qüvvəsi 5.2 dioptriya olarsa, ondan 20 sm məsafədə olan diapozitivin ekranda neçə dəfə böyüdülmüş xəyala alınır. Xətti böyütmənin disturunu yazaq əvvəlcə. Q bərabər F böl D. Burada bizdən D-ni verib, cisim məsafəsini verib 20 sm. Gəlin biz deməli toplayıcı linzi üçün xətti böyütmənin disturunu yazaq. F D bölünsün D çıx F vurulsun D. Bu disturu yazsaq, D-lər getsə qalacaq bu şəkildə. Deməli, F-i tapmaq üçün 1 böl D-dən istifadə edirik, yəni optik qüvvənin tərsidir. 1 böl 5.2. Yerinə qoysaq, bu disturda yazaram ki, F-in yerinə 1 böl 5.2 vurulsun D-imiz 20 sm çevirsəm 0.2. Çıxılsın 1 bölünsün 5.2. Ortaq məxrəcə gətirib ixtisarlarımızı aparsaq, cavab olar 25. Bu şəkildə. Baxaq ikinci sualımıza. İkinci sualda deyilir ki, optik qüvvəsi 2.5 dioptriya olan toplayıcı linzada cismin 4 dəfə kiçildilmiş xəyal. 4 dəfə kiçildilmiş deyirsə, yazarıq ki, deməli Q bərabərdir F böl D, ancaq 4 yox, 4də 1-ə bərabər eləyərik, çünki kiçildilmiş deyir. Bu zaman buradan alınar F bərabər 4D. İndi isə toplayıcı linzada fokus məsafəsinin tənliyini yazsaq, 1 böl F bərabər 1 böl C plus 1 böl D. Buradan biz ortaq məxrəcə gətirsək, alınar ki, 1 böl F bərabərdir F plus D, aşağıda da F D. Qoyaq yerinə. 1 böl F, yəni optik qüvvə. Optik qüvvəni verib 2.5. Qoysaq yerinə yazarıq 2.5 bərabərdir F plus, buradan deməli D-nin yerinə biz aldıq 4F. Deməli D bərabər 4F yerlərini səhv yazmışıq. D bərabər 4F. 4F qoyaq. Burada isə F qalır. D-nin yerinə yenə 4F yazırıq. İxtisarlarımızı aparsaq, F bərabər olacaq 0.5-ə. Bizdən cisimlə xəyal arasında məsafəni soruşur. F-i biz 4F, D-ni biz 4F almışdıq. Deməli, D bərabər olar 4 vurulsun, F 0.5-dir. Bu da olur 2. Cisimlə xəyal arasında məsafə deyəndə F plus D-dən toplayırıq. 2 ilə biz 0.5-i toplasaq, cavabımız olacaq 2.5 metr. Bu qədər. Bu sualda deyilir ki, toplayıcı linzadan 2F məsafədə olan cismi linzadan 3F məsafəyə gətirdikdə linzada xəyala qədər olan məsafə F, linzanın xətti böyütməsi necə dəyişir? Deməli, cisim linzadan 2F məsafədədirsə, bu distura görə F də 2F məsafədə olsa, çünki özü boyda olursa, D nə qədər uzaqlıqdadırsa, F də o qədər. Ancaq D bərabərdir 3F olarsa, bu zaman F bərabər olacaq 1.5F. Bu zaman xətti böyütmə biz bilirik ki, F-in D-yə nisbətidir. F-in D-yə, 2F-in F-in nisbəti birincində 1 olacaqdırsa, artıq ikinci halda 1.5-in 3.5-ə nisbəti olur. Daha doğrusu 1.5 F-in 3-ə nisbəti olur. O da olur 0.5. Görürəm ki, 1-dən 0.5-ə gəldi. Xətti böyütmə azaldı. Həmçinin xəyal məsafəsi də əvvəlcə 2F idi, sonra oldu 1.5 F. Hər ikisi azaldı. Baxaq 4-cü suala. 4-cü sualda deməli Q bərabər F böl D-dən istifadə eləyərik yenə, çünki
3 dəfə böyüdülmüş həqiqi xəyal alınıb deyirsə, 2-nin yerinə 3 yazsaq, f bərabər olsa, deməli 3 vurulsun d. D-ni də verib 20 santim. Cisim məsafəsini 23, 20, 60 santim. Bizdən fokus məsafəsini tapmamızı istəyir. F bərabərdir. Əgər söhbət toplayıcı zadan gedirsə, disturumuz olur. F-də böl, F plus D. 60 vurulsun 20, bölünsün 60 plus 20. Yəni 80. Bu nisbət edir 15 santim. Metrə də çevirsək 0,15 metr. Baxırıq 5-ci suala. 5-ci sualda cisim məsafəsini verib 0,5 metr. D bərabərdir 0,5 metr. Bunu yazaq. 2 dəfə böyüdülmüş xəyal deyirsə, deməli 2-nin yerinə 2 yazsaq, buradan 2 bərabər f böl d-dən f olar 2d. Yəni 2 vur 0,5. Bu da 1 metr. İndi isə bizdən optik qüvvəni soruşur. Optik qüvvə d bərabərdir 1 böl f-dir. Yəni o da 1 böl f plus 1 böl d-dir. Ortaq məxrəci f-də böl d plus f. Deməli, buradan biz f-i tapdıq 1, d-də 0,5 idi. Cəmləsə olacaq 1,5. Vursaq olacaq 0,5. Bu nisbətdə bizə verir 3 dioptriya. Son olaraq baxırıq 6-cı suala. Bu dəfə 2 dəfə kiçildilmiş xəyal deyilir. Ona görə 2 bərabərdir. 2-də 1 yazırıq. Çünki böyüdülmüş olsaydı 2 yazardıq. O zaman f böl d bərabər 2-də 1. D-də bərabər 2f. Bunu yazdıq. İndi isə bizdən deyir ki, hansı məsafədə, səpsi linzadan hansı məsafədə, cismi səpsi linzadan hansı məsafədə yerləşdirmək deyirsə, cisim məsafəsini tapmalıyıq. Gəlin o zaman əvvəlcə xəyal məsafəsini tapaq. F bərabərdir. Söhbət səpsi linza üçün gedirsə, df bölünsün. F plus d disturundan istifadə eləyərik. Yerinə qoyaq f-in, deməli, veribdir. F verməyib, amma biz 1 böl d-dən tapa bilərik. 1 böl 5, 0,2. Qoyaq yerinə, olar 0,2 vurulsun. D-nin yerinə 2f yazmışıq. Yenə 0,2, bu dəfə toplayırıq 2f-lə. Bərabərləşdiririk f-ə. Buradan alsam 0,4 bərabərdir 0,2 plus 2f. F də bərabər olar 0,1. D də bərabərdir 2f-dən. Çünki bizdən cisim məsafəsini istəyir. 2 vurulsun 0,1. Bu da bərabər 0,2 metr və ya 20 santimetr.